əsas hissəsi. Aha, əsas hissədir. Öz nəticəsini təhlil edir. Kim dərsin hansı hissəsində? Şagird tamamlayıcıda. Öz nəticəsi fərdi qiymətləndirmə aparır. Müəllim tamamlayıcı. Fərdi qiymətləndirmə aparırsa müəllim idi. Əsas. Əsas. Əsas müəllim. Fizik tərbiyənin formalarını sayın görək. Fiziki tərbiyə dərsini yoxsa özünü? Fiziki tərbiyə deyirəm, dərs demirəm. Aha, yaxşı. Demək, xüsusi dərsdənkənar fiziki tərbiyənin özü. Aha, xüsusidir. Dərsdənkənarda bir də fizik tərbiyənin özüdür. Oyunlar, estafetlər, hərəkətlər kompleksini yarış rejimində yerinə yetirir. Kim hansı mərhələdə? Bir dəqiqə, zəng gəldi deyəni. Buyurun mən bir də. Oyunlar, estafetlər, hərəkətlər kompleksini yarış rejimində yerinə yetirir. Kim dərsin hansı hissəsində? Yaxşı. Demək, şagird əsas hissədə. Şagird yerinə yetirdi əsas hissədə. Əsas hissəmiz neçə dəqiqədir? 20-25 dəqiqə. Aha. 20-25 dəqiqədir. Emin Mahmudov, səsiniz açıq qalıb. Hə. Müəllim, buyurun. Sonra gəldik nəyə müəllim? Hərəkət qabiliyyətlərin baza hazırlığının təmin edilməsi dərsin hansı hissəsinə aiddir? Hərəkət qabiliyyətinin baza hazırlığının təmin edilməsi... Dərsin hansı formasına aiddir daha doğrusu? Dərsin hansı forması? Demək, ibtidai sinif... Düz deyirsən, fizik tərbiyə. Tərbiyə, hə? Bəli, hərəkət qabiliyyətlərinin planlı inkişafı nəyə aiddir? O isə ümumi orta fiziki tərbiyə. Aha, bəs hərəkət qabiliyyətlərinin təkmilləşdirilməsi nəyə aiddir? Təkmilləşdirmə varsa, demək, fiziki tərbiyə tam orta. Qəşəng, təkmilləşdirilmişsə fiziki tərbiyə tam orta idi müəllim. Yaxşı. Ondan sonra gəldik nəyə müəllim? Ümumi inkişaf hərəkətlərini nümayiş etdirir. Kim dərsin hansı hissəsində? Müəllim hazırlayıcı hissədə. Nümayiş etdirir. Bəs ümumi inkişaf hərəkətlərini yerinə yetirir? Yerinə yetirirsə, şagird hazırlayıcıda. Öz fəaliyyətin yoldaşının fəaliyyəti ilə uzlaşdırır. Şagird əsas hissədə. Öz fəaliyyətin yoldaşının fəaliyyəti ilə uzlaşdırırsa, şagird Əsas hissə deyil. aha, əsas hissədir. Əsas hissəmiz neçə dəqiqədir? 20-25 dəqiqə. 20-25 dəqiqədir. Zəruri hərəkət qabiliyyətlərinin planlı inkişaf etdirilməsi. Hansı formada? Zəruri ümumi orta xüsusi qruplar. Zəruri, xeyr. Tam orta. Tam orta xüsusi. Yerdən deyən kimi idi onu. Mənim məcum üzrsə. Elə bilim gedəcək, bilməyət, ona görə üzrsə. Hə, gəldik nəyə müəllim? Bəs komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Kim dərsin hansı hissəsində? Əməkdaşlıq edirsə, demək,